Gəlin sizinlə za qoşması ilə bağlı bəzi cümlələr öyrənək. Za qoşması qoşmadır, adı üstündə. Məsəl üçün, za qod, bir ilə, yəni bir il ərzində. Məsələn, mən bu maşını aldım bir ilə. Я купил və yaxud купила эту машину за год. Sonra onlar bu evi tikdilər bir ilə. Они построили этот дом за год. Uşaqlar, gördüyünüz kimi mən çalışıram hər bir videomda gündəlik sizə lazım olan cümlələrdən nümunə gətirim. Bunu daha çox, elə bir kitab varmı, daha çox orada olsun deyirsinizsə, bəli. Mütləq şəkildə ikinci kitabımı əldə edin. Müntəzəm olaraq tənbəlliyin başına atıb hər gün 15 dəqiqə vaxt ayırsanız, inanın ki, artıq ilk həftədə özünüzlə fəxr edəcəksiniz ki, yaxşı ki əldə etdim, yaxşı ki başladım. Necə, hardan əldə etmək aşağıda məlumat verilib.